Salam, Reopen Media'nın Renus Haber kanalı canlı yayıma başlayır. Studiyada Diana Karapetyan işləyir. Bugünkü buraxılışda İran-İsrail qarşıdurmasının çoxsaylı itkilərə, dağıntılara və qlobal geosiyasi dəyişikliklərə yol açılmasından danışacağıq. Həmçinin ATƏT-də Azərbaycan və Ermənistan nümayəndə heyətləri arasında yaşanan gərgin dialoqa və hər iki ölkənin media gündəmindəki aktual mövzulara toxunacağıq. İran-İsrail qarşıdurması 13 iyun tarixindən kəskinləşib. İsrail ordusu yenidən Doğuş Aslanı əməliyyatı çərçivəsində İranın nüvə obyektləri və İslam İnqilab Keşikçilərin Körpüsünün yüksək rütbəli komandirlərinə zərbələr endirib. İranın cavab tədbirləri olaraq İsrailə raket zərbələri endirilib və bu da sivil itkilərə səbəb olub. Hazırda tərəflər arasında gərginlik davam edir və regionda vəziyyət getdikcə mürəkkəbləşir. Bu konflikt beynəlxalq aləmdə derin narahatlıq yaradır. İndi isə bu mövzu ilə bağlı hazırladığımız reportajı təqdim edirəm. İsrail zərbələrinin 3-cü günündə İranda ölənlərin sayı 224-ə çatıb. Son rəsmi məlumata görə yaralıların sayı 1200-dən çoxdur. Tehranda Xarici İşlər Nazirliyinin, Kəşfiyyat və Milli Təhlükəsizlik Nazirliyinin binaları hava zərbələrinə məruz qalıb. Diplomatlar yaralanıb. Bugün səhər tezdən İran raketləri Təl-Əvivə və Hayfa liman şəhərinə zərbələr endirib. İsrail hökuməti ölkədə fövqəladə vəziyyət rejimini daha 15 gün, yəni iyunun 30-udək uzadıb. Təl-Əvivin sıx məskunlaşmış məhəlləsində zərbə nəticəsində bir neçə yaşayış binası dağılıb, ABŞ səfirliyinin çox yaxınlığında yerləşən binalara da ziyan dəyib. Bir gün əvvəl İranın raket qüvvələri Təl-Əvivdəki Ben Gurion hava limanına zərbə endirmişdi. İrandan İsrailə 150-yə yaxın ballistik raket və 100-dən çox dron atılıb. Son rəsmi məlumata görə İsrail tərəfdən ən azı 24 nəfər həlak olub, onlarla yaralı var, onların arasında uşaqlar da var. Saxal, İsrail Müdafiə Qüvvələri İranın mərkəzi bölgələrindəki raket bazalarına zərbələr indirdiyini bəyan edib. İranın Mehr agentliyi bildirib ki, İran tərəfinin zərbələri İsrailin Hadera şəhərindəki elektrik stansiyasını və baş nazir Benyamin Netanyahunun Kesariyadakı iqamətgahını hədəf alıb. Bazar günü endirilən zərbələr nəticəsində daha 2 yüksək rütbəli İranlı məmurun həlak olduğu məlum olub. Netanyahu beynəlxalq sistemi üçün təhdiddir. Erdoğan Putinə telefonla deyib və regionun yeni müharibəyə yol verə bilməyəcəyini vurğulayıb. Türkiyə prezidenti yenidən beynəlxalq sülhməramlı rolunu üzərinə götürməyə çalışır. O həmçinin İran prezidenti Pezeşkiyanla da danışıb. Erdoğan bildirib ki, İsrailin hücumları beynəlxalq hüququn açıq şəkildə pozulmasıdır və bütün regionu müharibəyə cəlb etmək məqsədi daşıyır. İsrailin baş naziri Netanyahu isə nüvə proqramı ilə bağlı danışıqları sabotaj etməyə çalışır. Türkiyə prezidentinin sözlərinə görə İsrail İrana hücum etməklə dünyanın diqqətini Qəzzadakı soyqırımdan yayındırmağa çalışır. Ankara, İsrail ilə münaqişənin tez bir zamanda sona çatdırılması və İranın nüvə proqramı ilə bağlı danışıqlara qayıdılması işində vasitəçi rolunu oynamağa hazırdır. ABŞ prezidenti Trumpla söhbətində də Erdoğan bütün regionun üzərinə almış fəlakətin qarşısını almağa hazır olduqlarını bildirib. İsrail və İran raket zərbələri mübadiləsi apararkən Putin və Trump 50 dəqiqə telefonla danışıblar. Rusiya lideri İsrailin hərbi əməliyyatlarını pisləyib, Trump isə vəziyyəti narahat edici adlandırıb. Super güclərin liderləri Rusiyanın mümkün vasitəçiliyini də müzakirə ediblər. İndi mövzu ilə bağlı Azərbaycan mediasında yer alan məlumatlara nəzərə salırıq. Hərçənd ki, həm rəsmi qurumlar, həm də yerli kivlərlə bu məsələ ilə bağlı süskünlük nümayiş edilir. Bu müəyyən reaksiyalar toplamağa çalışmışıq. İran-İsrail qarşıdurması fonunda Azərbaycan mediasında müşahidə olunan tendensiyalar diqqət mərkəzindədir. 2 gün öncə hakimiyyətə yaxınlığı ilə tanınan Hakin Az informasiya portalı qalmağalı bir məqalə dərc edib. Məqalə Tehranın dişlərini çəkərək İsrail bəşəriyyəti xilas edir başlığı altında yayımlanıb və İsrailin İrana qarşı hərbi əməliyyatlarını açıq şəkildə dəstəkləyən ritorika ilə seçilir. Yalnız Hakinaz deyil, digər media orqanlarında da açıq pro-İsrail-yönlü mövqe özünü göstərir. Yayımlarda tez-tez vurğulanır ki, əgər İran zəifləyərsə, bundan ilk növbədə Azərbaycan və Türkiyə faydalanacaq. Bu yanaşma regionda baş verən proseslərə rəsmi Bakının necə baxdığını qismən ortaya qoyur.
Bununla yanaşı Türkiye'nin aparıcı muhalif televiziya kanallarından biri olan Sözcü TV'nin haberler buraxılışında diqqət çeken bir epizod yayımlanıb. Həmin kadrda Azərbaycanın İran açık şekilde destekleyen ülkeler sırasında gösterilmesi təəccüb doğurur ve informasiya qarşı durmasının ne derecede mürekkep ve çoxşaxəli olduğunu bir daha sübut edir. İndi isə sizə təqdim edirik bu mövzu ilə bağlı hazırladığımız reportajı. Azərbaycanın regional proseslərdə rolu və İran yaşayan Azərbaycanlılar vazitəsilə daxili destabilizasiya ehtimalları barədə. İsrail ve İran arasında kəskinləşən münaqişə fonunda ekspertlər proqnozlaşdırırlar ki, vəziyyət sırf hərbi əməliyyatlar müstəvisindən kənara çıxaraq, regional gərginliyi qızışdıran yeni bir xarakter ala bilər. Xüsusilə Azərbaycanın regionda və İran daxilində mümkün aktivləşməsi senarisi diqqətə layiqdir. Bakı illərdir ki, İsraillə ilk növbədə hərbi, kəşfiyyat və texnoloji sahələrdə sıx münasibətlər qurur. İranın xarici təhlükələrə hər zamankindən daha çox fokuslandığı bu mərhələdə Azərbaycanın ambisiyalarının genişləməsi ehtimalına işarə edən siqnallar da diqqətdən kənarda qalmır. Ötən 10 illiklər ərzində İranın şimalında, Cənubi Azərbaycan adlanan bölgədə etnik Azərbaycanlıların siyasi və mədəni hüquqları ilə bağlı məsələlər dəfələrlə qaldırılıb. Müxtəlif mənbələrə görə bu regionda 15 milyondan 20 milyona qədər etnik Azərbaycanlı yaşayır. Burada nəşrlərdən və ya ekspert rəylərindən istinadlar əlavə edə bilərsiniz. Rəsmi Tehran bu ərazidə separatçı əhval-ruhiyyənin artmasından daim ehtiyat edib. Halbuki Azərbaycanın dövlət və yarı rəsmi dairələrində bu məsələ bəzən İrana daxili təsir göstərmək üçün bir alət kimi nəzərdən keçirilib. Son illərdə İranın Azərbaycan dilli vətəndaşlarının hüquqlarının müdafiəsi və tarixi ədalətin bərpası ilə bağlı ritorik vurğular da müşahidə olunub. Bu kontekstdə sual yaranır. İsrailin strateji tərəfdaşı kimi çıxış edən Azərbaycan, İranda yaranmış vəziyyətdən istifadə edərək ölkənin şimalında gərginlik yaratmağa və daxili toqquşmaları qızışdırmağa cəhd edə bilərmi? Bundan əlavə yumşaq desək, Bakının İranın geosiyasi fokusdan yayınmasında potensial maraqlar görməsi də istisna deyil. Əgər İran İsraillə qarşı xarici cəbhədə resurslarını tükətsə, Qafqazdakı mövqələrini müvəqqəti olaraq zəiflədə bilər ki, bu da Azərbaycana Ermənistan üzərində Zəngəzur dəhlizi ilə bağlı təzyiqləri yenidən başlamaq üçün fürsət yarada bilər. Vəziyyətin ifrat həddə inkişafı halında Azərbaycanın İranın Azərbaycanlı əhalisinin iddia edilən öz müqəddəratını təyin etmə hüququna istinad edərək əslində münaqişənin yeni mərhələsinə, daha təhlükəli mərhələsinə cəlb olunmaqla özünü beynəlxalq dəstək göstərən tərəf kimi təqdim etməyə çalışacağı senarilərdə istisna olunmur. Diana Karapetyan, Reopen Media. Azərbaycanın Telegram kanallarında da fikir çaşqınlığı və xaotik öfqət hökm sürür. Bir tərəfdən İrandan İsrailə atılan raketlərin görüntüləyinə sevinirlər, digər tərəfdən isə rəsmi Bakının süskunluğuna sert reaksiya verirlər. Məsələn, bir paylaşımda müəlliflər Azərbaycan cəmiyyətini xəbərdar etməyə çalışaraq 1990-cı illəri xatırladılar. Bildirilir ki, həmin dövrdə bəzi Azərbaycanlılar güya erməniləri qorumağa çalışmış, onları özümüzkülər saymışdılar, lakin nəticədə güya xəyanət, müharibə və Xocalı kimi faciələrlə qarşılanmışdılar. Eyni ritorikala bugün İsrail və İranı strateji tərəfdaş adlandırıları da o dövrün saf və adlanmış insanlarına bənzədirlər. Müəlliflər iddia edilir ki, nə İsrail, nə də İran Azərbaycan üçün dost deyil. Onlar ölkənin yalnız öz maraqları üçün istifadə edirlər. İndi isə mövzu ilə bağlı daha bir vacib xəbərə nəzərə salırıq. Azərbaycan İran vətəndaşları təxliyə edir. İndi isə mövzu ilə bağlı daha bir vacib xəbərə nəzərə salırıq. Azərbaycan İrandan vətəndaşlarını təxliyə edir. Azərbaycanın İrandakı səfirliyi, Təbrizdəki baş konsulluğu və İsraildəki səfirliyi qaynar xətlərlə daxil olan vətəndaş müraciətlərinə baxır və lazımi tədbirlər görür. Atılan addımlar nəticəsində səfirlik əməkdaşlarına ailə üzvləri də daxil olmaqla 41 Azərbaycan vətəndaşlığını İran-Azərbaycan sərhədindən keçmişinə icazə verilir. Hacizadə qeyd edib ki, Azərbaycanın İrandakı diplomatik nümayəndəlikləri fəaliyyəti davam etdirir.
Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Praqada keçirilən forum çərçivəsində bildirib ki, güya Ermənistan və Azərbaycan arasında faktiki sülh mövcuddur. Azərbaycan tərəfindən növbəti dəfə nümayiş etdirdiyi qeyri-səmimi və ziddiyyətli sülhpərvər ritorikanı davam etdirən Hacıyev qeyd edib ki, hər bir ölkənin konstitusiyası onun siyasi dinamizminin tərkib hissəsidir. Lakin əgər sənəddə başqa bir dövlətin ərazisində iddialar varsa, bu narahatlıq doğurur. Onun sözlərinə görə Ermənistanın müstəqillik bəyannaməsi və konstitusiya Qarabağın Ermənistana birləşdirilməsi çağırışları əks etdirir. Ermənistan tərəfi dəfələrlə vurğularsa da ki, bu ərazi iddiası deyil. Eyni zamanda rəsmi Bakının sənədlərində Ermənistanın ərazi bütövlüyünə yönəlmiş açıq təhdidlərə göz yumulur. Bütün bu ziddiyyətli yanaşmalara rəğmən Azərbaycan tərəfi sülh sazişinin imzalanmasını süni şəkildə uzatmaqda davam edir. Və sonda Azərbaycan Prezidenti İlham Əliyev yeni dünya nizami, geosiyasi aspektlər və qlobal çağırışlar mövzusunda keçirilən beynəlxalq konfransının iştirakçılarına ünvanlandığı məktubda bir daha 44 günlük müharibəni və onun davamlı olan bir günlük güya antiterror əməliyyatını Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi kimi təqdim edib. Bu çıxışında Əliyev növbəti dəfə regionda həyata keçirilmiş hərbi əməliyyatları sülh və sabitlik ritorikası ilə əsaslandırmağa çalışaraq əslində özünün apardığı təzyiq və ekspansionist siyasəti pərdələyir. O, həmçinin vurğulayır ki, bu proses Azərbaycanın daxili böhrandan çıxmasına və qalib dövlət kimi formalaşmasına xidmət edib. Lakin bu cür mövqe həm regionda uzunmüddətli sülhə real təhdid yaradır, həm də dialoqa əsaslanan sabit nizam qurmaq üçün tələb olunan qarşılıqlı etimadı zədələyir. Əliyevin bu tip bəyanatları əslində Azərbaycanın bitərəfli və güc əsaslanan yanaşmasını bir daha təsdiqləyir. İndi isə nəzər salaq erməni media məkanında bu mövzu ilə bağlı yayımlanan başlıqlara. Hazırda İran və İsraildə həlak olanların arasında Ermənistan vətəndaşlarının olması barədə məlumat yoxdur. Bu barədə Ermənistanın Xarici İşlər Nazirliyinin sözçüsü Ani Badalyan məlumat verib. Ermənistanın İran və İsraildəki səfirlikləri müvafiq bəyanatlar verib, lazımı əlaqə məlumatları təqdim ediblər ki, onları vasitəsilə Ermənistan Respublikası vətəndaşları ilə daimi əlaqə saxlanılır. Hazırda qurbanlar arasında Ermənistan vətəndaşlarının olması barədə məlumat yoxdur, sözçüsü qeyd edib. İran-İsrail qarşıdurmasının davam etdiyi günlərdə Ermənistanın bəzi sahibkarları artıq iqtisadi problemlərlə üzləşiblər. Ermənistanın İqtisadiyyat naziri Gevorg Papoyan parlamentdə çıxış zamanı bildirib ki, Bəndər Abbas limanında bir sıra yüklər yubanır, bəzilər isə yolda qalıb. Nazirin sözlərinə görə həm ixrac, həm də İran və digər ölkələrdən idxal proseslərində çətinliklər yaşanır. O, ümid etdiyini bildirib ki, qarşıdurma tezliklə bitəcək və Ermənistan əvvəlki kimi dost İran vasitəsilə ticarəti davam etdirəcək. Ermənistanın Maliyyə naziri Vaheh Hovanesyan İran-İsrail qarşıdurmasının şimal-cənub yolunun tikintisinə ciddi təsir göstərmədiyini bildirib. Onun sözlərinə görə, hazırda Ermənistan-İran sərhədində heç bir problem yoxdur və tikinti işləri davam edir. İrandan idxalda da ciddi çətinliklər müşahidə edilmir. Biz regiondakı vəziyyəti izləməyə davam edəcəyik və sizə yalnız dəqiq və faktlara əsaslanan məlumatları çatdıracağıq. Sizi biz YouTube, Telegram, Instagram, X, Facebook, Spotify-da tapa bilərsiniz və ya bizi reopen.media saytında izləyə bilərsiniz. Bugünlük bu qədər və görüşənədək.